vitr namazına yatıb qalmısansa, qəza etməyin hökmü. Yəni, vitri yatıb qalmısan və ya qılmamısan, artıq sübh namazın vaxtı girib, bu zaman vitr qəza olunurmu? Vitri qəza etməyin hökmü. Və bunu daim soruşurlar. Bu suala cavab odur ki, bu barədə alimlərin bir neçə rəyi var. Yəni, bu qapı genişdir, müxtəlif rəylər var. Hətta bəzi alimlər deyir, vacibdir. Yəni, qəza etmək vacibdir. Bəzi alimlər deyir, qəza etmək vacib deyil, müstəhəbdir. Yəni, istəsən elə, istəsən eləmə, etsən daha yaxşıdır. Yəni, müxtəlif rəylər var və hətta qəza etməyin forması da müxtəlifdir. Bir qrup alimlər deyib ki, yəni, 2 rükət qılır. Bir qrup alimlər deyir ki, duha namazını qılmaqla artıq ödəyir. Yəni, rəylər müxtəlifdir. Lakin vitr namazının qəza etməyin hökmü Allahu aləm rəylərdən biri odur ki, kimi vitr namazına yatıb qalarsa, oyananda qəza etmir. Oyananda artıq qəza etmir. Bu rəy, qəza etmir rəy, Allahu ələm, yəni mənə gəlib çatana görə, yəni meyl etdiyim ən yaxın, yəni haqqa ən yaxın rəydir. Yəni mənim meyl etdiyim, yəni daha düzgün rəylərin içərisində daha düzgün gördüyüm, daha haqq saydığım bu rəydir ki, vitr namazına yatıb qalan qəza etmir. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah bu barədə öz fətavasını danışır və buyurur ki, hər kim vitri yatıb qalıbsa, vaxtından keçirdibsə, yəni vitrin vaxtı çıxıbsa, vitrin vaxtı artıq keçibsə, vitr qəza olunmur. Yəni artıq o vitr namazı qılınmır və bu rəydir və Allah aləm, yəni bu rəy, yəni Şeyxülislam İbn Teymiyyə meyl etdiyi bu rəy, yəni haqqa daha yaxın sayıram deyə bu görüşü təqdim edirəm. Lakin kimsə digər qovulləri, dəlillərə əsaslanaraq yəni tərcih etsə, yəni heç bir müşkül yoxdur inşallah. Yəni bu rəylər var, lakin mənim daha haqq gördüyüm görüş Şeyxülislam İbn Teymiyyə bu görüşüdür. Öz fətavasında bu barədə açıq-aydın danışır və deyib ki, vitr namazı qəza olunmur. İxlasla.com saytı tərəfindən təqdim olundu.